Herkese merhaba arkadaşlar. Bugün benim sinif yoldaşlarım bana hediye aldı. Salam dostlar, necəsiz? Sabah 8 Mart olduğuna görə, bugün 5-ci gündür, son gün, məktəbdə son gün olduğuna görə Zeynəbin sinif yoldaşları Zeynəbə hədiyyə. Ad günümdür. Və hələ dostlar, sabah Zeynəbin doğum günüdür. Bugün Zeynəbin sinif yoldaşları Zeynəbə hədiyyə alıblar. 3 dənə oğlan hədiyyə alıb. Bunu kim alıb qızım? Tamam. Kamran. Çıxart görə içində nə var? Var ya. Rezindir. Sabah elə saçı yığarım. Onu çaşkın. Fincan da alıb. Wow! Çaşkın. Aha, sonra Abla saklıyor. hə, saxlayın. Bir dənə də indi onu qutunu gətir, hələ sırası ilə qutunu gətir, içindən çıxartmamış. Deyəm. İndi bu çantanı kim alıb? Bunu da göstərək. Kim alıb bunu? Erkin. Elgün alıb. Elgün baxaq görək nə alıb. Baxaq. Belə dəftərçə, qələmi, sonra nə alıb? Bu sahte ben var. Saat alıb. Aha. Sonra nə alıb? Bir dənə şokolad alıb. Sonra çaşkalık kaçıkta böyle bir de gül. Çıxard onu da. Çıxarda bilərsən. Yavaşca. Baxın. O da çaşkalı. Ha, çox gözəl. Neçə dənə sənin fincanın oldu qızım? İşte. Aha, sonra başqa. Bunu kim alıb? Bu da Elmir. Elmir, eləmi? Elmir. Aha. Gül. Aha, güldü. Bu da çaşkalı. Bu da fincan alıb. Aha bu çaşkalı şimdi. Aç. Aça bilirsiniz, açın. Açtı. Kızım sən nə qədər fincanın oldu? Evdə də 2 dənə var idi. Bu belə fincan ən gözəldir bu. İçi gül. İçi gül. Yox, bunun içində deyil ki o şüşənin içindədir. Sən bunda çay içə bilərsən. Görən elə bilər ki, sən bitki çayı içirsən belə. Çox qəşəng. Əsl yaza uyğun. Yaza uyğundur. Qəşəngdir. Hamısına təşəkkür edirik. Elgünə də, Elmirə də, Kamrana da təşəkkür edirik hədiyyələrə görə. Şişenin arasına koy, bir tane şişeyle bağlayıp bak. Bunlar tertemiz. Aslında bu çamura başka şey kızarmıştı. Sonra dedi sen yadıma düştü Zeynep'e aldım. Elə dedi. Kamran sənin yanında oturan uşaqdır. O evet oturdu sonra benim yerimi değişti. Eləmi? Aha, belə. Bak tertemiz. Təşəkkür edirik bütün uşaqlara hədiyyələrə görə. Çox sağ olun dostlar. İndi biz də hədiyyələrimizi yerinə yerləşdirək. Yaxşı. Sağ ol qızım. Sağ ol.